Əksər sürücülərdən gün ərzində eşitdiyimiz şikayət, yanacaq çatdırmaq olmur. Ustalar buna müxtəlif problemlərin yol açdığını deyir. Əsas səbəblərdən biri də bəzi yanacaq doldurma məntəqələridir. Bizə maşın sahibi bildirir ki, naməlum yanacaq doldurma məntəqələrindən, yəni hardan gəldi vurur, ad olaraq bir yerdən istifadə eləmir və yanacaq filtrinin maşında birinci növbədə çəkməyində hər hansı bir yaranan problemlərdir və yanacaq filtrinin bakın içindən çıxacaq problemləri sizə tanış edirik. Biz mühərrikin içində olanları çıxardırıq. Baxın, görürsünüz bu yanacaq bakının içindən çıxan problemlərdir. Bax, bu naməlum bir yanacaq doldurma məntəqəsindən yanacaq vurulduğuna görə bakların burada ağac qırıntıları da belə çıxır, qum çıxır. Avtomobillərdə yanacağa qənaət üçün düzgün qulluq lazımdır. Biz izah edirik ki, bu mühərrikdən başqa bir maşından açıq çıxmada görürsünüz, bura yığışan naqarlar nə ilə bağlıdır, baxın. Ilə götürəndə. Bunun yığışma səbəbi mühərrikin özünün nasaz olmasından irəli gəlir ki, yanacaq sərfiyyatının artmasıdır. Bu mühərrikdə, bu şamlarda isə göstəririk ki, mühərrik daha düzgün və doğru işləyir, heç bir problem yoxdur. Bunda isə yanacağın keyfiyyətsiz olmasına əsasən olaraq gördüyünüz kimi bunun platin olan hissəsində artıq qırılmalar baş verir. Orta hesablanan əksər avtomobil istehsalçıları yanacaq filtrini hər 30-50 min kilometrdə dəyişdirməyi tövsiyə edirlər. Digər əsas nüans isə avtomobilin alışdırma şamlarıdır. Bunlar 20 min 40 min kilometr arasında dəyişdirilməlidir. Bundan başqa sürət həddinə də diqqət yetirmək lazımdır. Bir magistral yolda gedərkən, sürətlə maşını idarə edərkən yanacaq sərfiyyatı artır. Sonra, məsələn, şüşələr aşağı salınarkən yanacaq sərfiyyatı artırılır. Hava çəkir, şüşələrdən hava çəkir. Maşının getməyinə mane törətdiyinə görə sürət azalır, yanacaq çoxalır. Maşının farsunkaları təmiz olanda maşının sərfiyyatı azalır. Hər avtomobilin təkərlərinin havası olur, yəni təzyiq olur. Təkərin hava təzyiqinə görə benzin sərfiyyatı ölçülür. Mühərrik həcmi də yanacaq sərfiyyatına təsir edən əsas amillərdən biridir. Belə ki, şəhər daxili qısa məsafələrdə iri mühərrikli avtomobillər daha çox yanacaq sərf edir. Uzun yollarda isə kiçik mühərrikli avtomobillər. Bir sözlə, bütün sadalananlara əməl olunarsa, yanacaq sərfiyyatına qənaət etmək mümkündür. Ələkbər Salih, Zaur Həşimov, Telesəhər.